Sən bu dünyaya çılpaq gəlib, çılpaq gedirsən. Təsəvvür et ki, o bir dünyadasan, Allahın qabağındasan. O sən təmtəraqlı maşınların, evlərin, pulun, heç bir şeyin yoxdur. Çıp-çıplaq durubsan Allahın dərgahında və o soracaq ki, sən nə etmirsən o bir dünyada? Dünya üçün, insanlıq adına nə işlər görübsən? Ona görə də bu dünyada iki cür insan ola bilərsən. Bir, iqtidarın, toplumun yaratdığı insan, bir də Tanrının insanı olmaq. Tanrının insanı olmaq çox çətindir. Amma şərəf də, vicdan da, ədalət də oradadır. Və bu dünya hər gün seçim dünyası. Sənin gözəl giyimin var, bahalı, çox gözəl. Maşının var, bahalı evin var. Falan filan. Çox gözəl. Sağlığına qismət olsun. İndi o maşından düş. O paltarı əynindən çıxart. Və Adəm libasında dur güzgün qabağında. Orada o pullar, o maşın, o geyim gedəndən sonra nə qaldı? Xarakter qaldı mı? Sən özünü bəyənirsənmi? Məsələ bu. Sən yəni duruşunla hər şey deyirsən. Qalanı Ruslar demişkən abaloçka. Taxılmış maska. Maskanın arxasında nə var? Qadınlar da var. Botoks, motoks, bahalı paltar, hansısa vəzifə, hansısa məşqi var. Bahalı Hermes çantası var. Hələ bəzələri dodaqlanım. Dodaqlarını belə tutub gözlərini süzdürə gəzirlər. Mən o qədər gülməli gəlir. Belə göz süzdürmək, belə gəzmək bu yüksək səviyyə göstərmir. Bu aşağı leveli göstərir. Yəni aşağı səviyyədə. Öz var dövlətini özü qazanan, özünə bir duruş qazanan, yol gedən insan bilirsiniz necə olur? Çox sadə olur. Çünki o başa düşür ki, xoşbəxtlikdə, təmtəraqda, fərqlənmək də o tam ayrıdır. O abaloçkada deyil. Tak üstü daxilinizi gözəlləşdirin, daxilinizi. O yoxsa xeyri yoxdur. Qadınlar da Həvva libasında duracaqlar. Bütün o üzlərindəki qat-qat makyajlar, hər şeydə yulacaq və Allahın qabağında Həvva libasında, qiyafətində duracaqsınız. Bax, gözəllik, təbiilik budur. Biz də buna baxıb həzz alaq. Çay, görürsünüz, yenə dəyişib. Suyu çoxalıb, çünki yağışlar yağdı. Sənsə, dünənki sənsənsə, bir həftə əvvəlki sənsənsə, demək ki, özünə heç nə qatmayıbsan bu dünyada.